Salam, axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Salamlayıram hər birinizi. Salam. Salam. Qrup Salam. üzvləri. Bugün biz çox maraqlı bir təlimə başlayacağıq. Bu təlim bütün ixtisas sahibləri üçün maraqlı olan bir təlimdir. Daha çox elmi işlə məşğul olan müəllimlərimiz, ümumiyyətlə filoloqlarımız, nitqlə bağlı olan ixtisaslarımızda daha çox önəmlidir. Natiqlik mədəniyyəti, səlis nitq necə formalaşacaq? Natiq olmaq üçün nələrə toxunacağıq? Yəni, bugün ilk təlimimiz məhz səlis nitqin olması üçün nə etməliyik? Yəni, səlis nitqin formalaşması nədən asılıdır? Bu mövzulara toxunacağıq bu günlərin, bu təlimimizdə. Deməli, səlis nitqin olması üçün, yəni bir insanın natiq olması üçün mən bugün sizə 6 addımdan danışacağam. Bu addımlar nədən ibarətdir? Yəni biz bu addımları öz həyatımızda necə edirik? Hansını doğru edirik? Hansını yanlış edirik? Bugün onlara toxunacağam. Deməli, səlis nitqin olması üçün, doğru danışmaq üçün, natiq olmaq üçün ilk öncə birinci addım doğru nəfəs almaqdır. Yəni, nəfəs almaq həqiqətən də nitqə çox təsir edir. Doğru nəfəs almaq deyəndə bəzən hər birimiz elə bilirik ki, biz doğru nəfəs alırıq, amma doğru nəfəs almaq qarın boşluğunun şişməsindən başlayır. Amma sinə tərpənirsə, doğru nəfəs almırıq. Doğru nəfəs almadığımıza görə bu bizim nitqimizə də təsir edir. Bildiyimiz kimi, qırtlaqda səs telləri var və bu səs tellərinə ötürülür. Və nəfəsimiz doğru düzgün gedib gəlirsə, biz doğru nəfəs alırıqsa, danışdığımız səs, o bizim ötürdüyümüz səs də doğru çıxır. Ona görə də nəfəs almaq paralel şəkildə nitqə təsir edən bir prosesdir. Çalışmaq lazımdır, doğru nəfəs alaq. Doğru nəfəs alsaq, nitqimiz də təmiz olacaq, səlis olacaq. Deməli, səs tellərinin düzgün çıxması üçün doğru nəfəs almalıyıq ki, danışığımız da qaydasında olsun və bizim qarşımızda olan insanlar bizi düzgün başa düşsünlər. Səlis danışmaq üçün, natiq olmaq üçün ikinci addım nədir? Səsdən düzgün istifadə etmək. Əlbəttə ki, Allahın hər kəsə verdiyi bir səs var. Yəni, birinin səsi qalındır, birinin səsi nazikdir. Bəs nazik səsi olan insanlar daha çox və ya daha çox qalın səsi olan insanlar necə etməlidirlər? Əgər bizim səsimiz çox nazikdirsə, kütlə qarşısında bəzən gülünc duruma düşə bilərik və ya çox qalındırsa, bu da bizə təsir edəcək. Bunun üçün biz məşqlər etməliyik. Əgər səsimiz çox nazikdirsə, danışan zaman üz mimiklərinə baxsaq görəcəyik ki, bizə baxan ətrafımızda olan insanlar, bizə baxıb ətrafımızda olan insanların simasına baxsaq görəcəyik ki, onlar bizə gülürlər. Ona görə də biz məşq edib nitqimizi düzəltməliyik və bunun üçün elə sözlərdən istifadə etməliyik ki, o sözlər bizim nitqimizi biraz qaydasında salsın. Məsələn, auditoriya qarşısında, kütlə qarşısına çıxış edirik. Biz onda elə danışmalıyıq ki, onu yaşamalıyıq. Sanki o hadisənin içində olmuş kimi. Əgər belə danışsaq, qarşı tərəf bizi doğru düzgün dinləyəcək. Burada yenə də deyirəm, səs tonunun qalın və ya nazik olmasını özümüz tarazlamalıyıq. Harda nazik edəcəyik, harda qalın edəcəyik və o hadisənin içində olmuş kimi. Məsələn, tutaq ki, birilərinə hər hansı bir belə deyək də, tutaq ki, hansısa bir hadisəni danışırsınız. Bir təlimdə və yaxud da çıxış etdiyimiz kütlə qarşısında bir təlimdəyik, çıxış edirik. Yol gəlirdim, birdən insanların ora toplaşmasını gördüm. Yavaş-yavaş yaxınlaşdım, səs tonumuz biraz qalxdı. Yaxınlaşdım, baxdım ki, bu mənim rəfiqəm imiş. Və burada, baxdım ki, rəfiqəmin qolundan qan axır. Səs tonumuzu aşağı salıb, hamını ətrafıma topladım. Aman Allah, kömək edin, bu mənim tanıdığım rəfiqəmdir. Və gözlərim yaşla doldu. Bir anlıq rəfiqəmin inciyən qolunu əlimə aldım. Burada sanki bir o hadisənin içindəyik. Bizdə bir artistizm olacaq, bizdə bir aktyorluq bacarığı olacaq.
Sanki burada bir aktyorluq bacarığından özümüzdə formalaşdıracağıq. Ətrafımızda olan insanların da bizi anlaması üçün, bizi başa düşməsi üçün o hadisəni elə danışacaq ki, o hadisəni elə çatdıracaq ki, o insanlar sanki o hadisənin iştirakçılarıdır. O insanlar sanki o hadisənin ortasındadır, sanki o hadisənin mərkəzində dayanıblar. Ona görə də biz qarşımızda olan auditoriyanı, qarşımızda olan kütləni, qarşımızda olan insanları o fikrini cəlb eləmək üçün səs tonumuzu tarazlamalıyıq. Harda yüksək danışacağıq, harda yavaş danışacağıq, harda normal şəkildə danışacağıq. Ona görə də səsdən düzgün istifadə etməyi bacarmalıyıq. Nə bəzi yerlərdə qışqıra-qışqıra danışmayacağıq, ya bəzi yerlərdə çox asta danışmayacağıq. Deməli, səsdən düzgün istifadə etməyi bacarsaq, həqiqətən də bizim üçün çox önəmli olacaq. Təmiz nitqin olması üçün əlbəttə ki, bayaq qeyd etdiyim kimi səsdən düzgün istifadə etməyi bacarmalıyıq. Yəni, qarşımızdakı insanların bizim dinləməsi əsas məsələdir. Biz nə üçün danışırıq? İnsanlar bizi dinləsin. Biz nə üçün başqasına fikrimizi çatdırmaq istəyirik? Onlar bizi anlasınlar. Buna görə də təmiz nitqin olması üçün səsdən düzgün istifadə etməyi bacarmalıyıq. Bəs üçüncü addım hansıdır? Üçüncü addım ağız tənbəlliyinin olmaması. Bəzi insanlar danışır, amma sadəcə ona elə gəlir danışır. Danışdığında ancaq mığıldamaqdan başqa bir şey başa düşmürsən. Deməli, sanki ağzını sürüyür. Sanki ağzını sürüyür, vaxtın bitməsini istəyir ki, ona qulaq asan insanlar ondan bezirlər və sanki belə eləyir, sanki dodağının altında nə isə deyinir, sanki dodağının altında nə isə xoşa gəlməz bir iş görür. Ona görə də deməli ağız tənbəlliyinin olmamasına çalışmaq lazımdır və arada bir əziz qrup üzvləri, hörmətli tamaşaçılar, əziz dinləyicilər deyərək xitabən bu sözləri işlətmək lazımdır. Yəni onu işlədəndə insanlar nə varsa fikri sənə cəmləyəcəklər. Fikir vermişsiniz bəzi iclaslarda, təlimlərdə, auditoriya qarşısında bir adam danışır, şablon gedir. Heç kim ona qulaq asmaq istəmir. Amma xitabən ortada ona müraciət edəndə hamı deyir, görəsən nə deyir? Görəsən yenə hansı fikri bildirəcək? Hamı əlində nə varsa, yanında nə deyirsə, onu yarımçıq dayandırır və bunun üçün bizim ağzımız tərpənməlidir. Sanki biz yola verməməliyik. Ağız tənbəlliyindən əl çəkməliyik. Ağzımız tərpənməli deyil. Üzümüzün mimikaları, jestimiz, bütün hərəkətlərimizdən qarşımızdakını onu çatdırmalıyıq. Ona görə də ağız tənbəlliyin olmaması da təmiz nitqədə dəstək olan proseslərdən biridir. Bəs dördüncü addım nədir? Təmiz nitqin olması, natiqlik məharətinin olması üçün söz ehtiyatının bol olması. Əgər bizim söz ehtiyatımız zəngindirsə, bizim söz bolluğumuz varsa, yəni verbal intellekt deyirlər bunu elmdə. Yəni verbalımız daha çoxdursa, əlbəttə ki biz danışacağıq, insanlar bizi dinləyəcəklər. Bəzi insanlar nitqində şey, zad, demək olar ki, belə də, elə də. Yəni bu cürdə mən belə deyirəm də, kimi ifadələrdən daha çox istifadə edirlər. Və yaxud da belə deyək də, kimi istifadə edir, daha çox istifadə edirlər bəzən. Bunlar bilirsiniz necə? Onlar ola bilsin ki, danışıqdan, hər hansı bir təlimdə insanların qarşısında sözünün yaddan çıxması kimi belə hallardan qurtarır, amma insanlarda yaxşı hal qoymur, yaxşı iz buraxmır. Ona görə də biz bilirsiniz bu nədən asılıdır? Həmin insanların söz bolluğu yoxdur, həmin insanların söz ehtiyatı yoxdur, söz ehtiyatı zəif olan, söz bolluğu olmayan insanlar bu cür ifadələrdən istifadə edirlər. Bu da heç də xoş qarşılanmır. Bəs bunun üçün nə etmək lazımdır? İnsanların söz bolluğunun olması nədən asılıdır? Əlbəttə ki, çox mütaliə etməkdən, çox kitab oxumaqdan və qısa mətnləri biz öz-özümüzdə danışmalıyıq. Qısa mətnləri öz-özümüzdə danışıb sonra qeydlər götürməliyik. Orada bizə
yeni ifadələr qarşımıza çıxa bilər, yeni fikirlər qarşımıza çıxa bilər, tanış olmadığımız sözlər qarşımıza çıxa bilər. Onları araşdırmalıyıq, mənasını axtarmalıyıq. Görəsən bu sözün mənası nədir? Görəsən bu fikrin mənası nədir? Biz ancaq özümüz dayanıb yaxşı natiq ola bilmərik ki, mən yaxşı natiq olacağam, mən səlis natiq olacağam. Xeyr, bu özümüzdən asılıdır. Bunun üçün də çoxlu kitab oxumalıyıq, qiraətlə məşğul olmalıyıq. Hər gün öz üzərimizdə işləməliyik və qısa mətnlərin durub güzgünün qarşısında danışmalıyıq. Görürsən biz bu fikri danışa bilirik ki, tutaq ki, payız haqqında mən nə qədər danışa bilərəm? Ətraf aləmi qorumaq haqqında nə qədər danışa bilərəm? Təhsilimizdə olan yeniliklərdən mən bundan nə qədər danışa bilərəm? Görürsən bu haqda mənim söz bolluğum var. Əgər bir insan natiq olmaq istəyirsə, tez-tez belə mövzular götürəcək. Belə mövzular götürəcək ki, bu onun ətrafında danışacaq. Məsəl üçün, mənim ailəm bu haqda nə danışa bilərəm? Danışırsınız, səsinizi yazırsınız, güzgünün qarşısında danışırsınız, həm səsinizə, görünüşünüzə baxırsınız, səsinizi dinləyirsiniz. Görürsən, mən bunu nə dərəcədə qarşımdakına çatdıra biləcəm? Bunun haqqında mən məlumatlıyam mı? Çünki elə tədbirlər olur ki, siz orada bədahətən danışmalı olursunuz. Elə tədbirlər olur ki, öncədən mövzu verilmir. Baxırsınız, bəzi tədbirlərdən insanlara söz verirlər, onlar danışa bilmirlər. Həyəcan götürür, səsi titrəyir. Nəyə görə? Ona görə söz bolluğu yoxdur. Nitqi zəngin deyil. Amma insanlar var ki, nə qədər nitqlə danışır. Belə bir hadisə danışım sizə. Mən böyük bir tədbirdəydim. Böyük bir tədbirdə mənə bir çıxış vermişlər. Bunu danışım sizə. Mən bir təqdimata çıxmışdım. Hər kəs çox az danışmalıydı. 10 dəqiqə tam danışmalıydı. Amma məsəl üçün mənim 10 dəqiqəmi kəsmədilər. Mən davam elədim. Mən baxdım ki, yarım saat danışıram. Amma heç də mənim danışığımı kəsməmişdilər. Yəni mənim mikrofonumu söndürməmişlər. Mən də danışdım. Yəni söz ehtiyatım çox olduğu üçün mən çox danışdım. Məsəl üçün, həmən tədbirdə də mənim danışığım çox müsbət qarşılanmışdı. Yəni o qədər tədbirdə danışan müəllimlərin içərisində, yəni ən çox mən danışa bilmişdim. Yəni söz bolluğum çox olduğu üçün də. Amma bəzən insanların söz bolluğu olmadığı üçün 3 cümlə sözü olsun deyə bilmirlər. Bəzən özlərini itirirlər. Yəni, baxın, deməli, burada nə var? Çox kitab oxumaq sənin faydana gələcək. İnsanlarla ünsiyyət qurursan, onu birazdan toxunacam. Bu sənin faydana gəlməyəcək, az gələcək. Onun növbəti təlimimizdə deyərək, yəni, kənarın sənə nitqi təsiri yoxdur. Bugün mən sizin, məsəl üçün, sənin nitqinin təzə zəngin olmasında, daha çox kitab oxumağınızda, həmin mövzular ətrafında özünüzün araşdırmasında görürəm. Söz bolluğunun çox olması. Və 5-ci addım isə dialektlərdən, şivələrdən, ləhcələrdən, aksentlərdən istifadə etməməyinizdir. Əgər sən natiq olmaq istəyirsənsə, səlis nitqinin olmasını istəyirsənsə, dialektlərdən, ümumiyyətlə aksentlərdən, ləhcələrdən istifadə etməyəcəksiniz. Yəni, Azərbaycanımızın hər yeri gözəldir. Şəki bir aləmdir, Qarabağ bir aləmdir, Bakı gözəl, hərəsi bir aləmdir. Bütün bölgələrimiz əzizdir. Gədəbəyin öz şirin ləhcəsi var. Naxçıvanın da öz şirin ləhcəsi var. Hər yerin gözəl danışığı var. Amma biz qohumlarımızla, dostlarımızla, ətrafımızda olan insanlarla ləhcə ilə danışa bilərik. Bunu unutmayaq. Hər kəsin bir doğma bölgəsi var. Dostlarımızla, ətrafımızda olan insanlarla danışa bilərik. Onlardan Meşində deyə bilərik, Gələrşəndə deyə bilərik, Həncəri də deyə bilərik, Qəmərtidə deyə bilərik. Hətta müxtəlif bölgələrdə cəviz də deyirlər qoza. Yəni, məsələn, darvazaya doqqaz da deyirlər. Bunu qohumlarımızla, dostlarımızla, ailəmizə deyə bilərik. Amma rəsmi məclislərdə, tədbirlərdə, məktəbdə, şagird qarşısında, müəllim, təhsil işçisi, ümumiyyətlə pedaqoqlar ləhcələrdən istifadə etməməlidirlər. Daha çox ədəbi dildə danışmalıdırlar, ədəbi üslubda danışmalıdırlar. Çünki o cəmiyyət qarşısındadır, insanlar ona qulaq asırlar və bunun üçün də hətta deyərəm ki, barbarizmlər var. Baxın, barbarizmlər nədir? O, əcnəbi ölkələrdən bizim dilimizə gələn sözlərdən daha çox istifadə edirlər.
Bəzi insanlar dilində vapşi, uje, dalje, yəni bu cür sözlərdən istifadə edirlər. Bir tanem, yəni aşkım. Yəni bu cür sözlərdən, yəni biz nə dərəcədə doğru edirik bunları işlətməkdə? Bu bizim həqiqətən də dilimizi korlayacaq. Kstati, okey. Yəni bu sözlər, yəni bizim öz Azərbaycan dilimizə nə olub ki, biz bu sözlərdən istifadə edirik və gündəlik nitqimizdə biz bunu dilimizdən tamam çıxartmalıyıq. Tamam çıxartmalıyıq. Bəziləri elə bilir ki, bu cür danışacaqlar, müasir olacaqlar. Özlərini müasir hesab edirlər. Onlar çox müasirdirlər, çox savadlıdırlar. Əksinə, bir elm xadimi və yaxud bir alim, bir müəllim cəmiyyət qarşısında bu cür sözlərdən istifadə edəndə, hansısa bir yerdə paylaşım edəndə altdan yazırlar, fikirlər yazırlar. Öz dilimizdə danışsan yaxşı olardı. Yəni falan şeyi öz dilimizdə desəz yaxşı olardı. Yəni ona görə də biz çalışmalıyıq ki, bu cür varvarizmlərdən istifadə etməyək. Və yaxud gündəlik həyatımızda olan vulqarlar, gəbərtmək, gövşəmək, tıxamaq, yəni bu kimi sözlərdən istifadə ediriksə, biz dilimizi korluyuruq. Biz öz dilimizi sanki Allahovlarına bürüyürük. Ona görə də gündəlik həyatımızda bu vulqarlardan istifadə etməməliyik. Onlar bizim dilimizi həqiqətən də korluyur və biz əgər bu cür ifadələrdən istifadə ediriksə, insanlarla rəftarımızda bu bizim qeyri-peşəkar olmağımızdan irəli gəlir. Ona görə də çalışmalıyıq ki, qohumlarımızla, dostlarımızla, ətrafımızda olan insanlarla, ailəmizdə də olan, rəhbərimizdə də bu cür sözlərdən istifadə etməyək, yəni özümüzü təkmilləşdirək. Əgər öz nitqimizi, özümüzü təkmilləşdiririksə, biz toplu qarşısında, cəmiyyət qarşısında danışanda da bu cür sözlərdən istifadə etməyəcəyik. Yəni özümüzü buna alışdırırıq sanki, özümüzü buna alışdırırıq, özümüzü buna öyrədirik. Ona görə də mütləq biz öz dilimizi qorumalıyıq. Özümüz öz dilimizə hörmət etməliyik. Buna görə də hətta insanlar var ki, gündəlik həyatında, yenə deyəcəm bu ifadələrdən, nə bilim, yəni belə istifadə deyirlər ki, yəni xəttə qal deyirlər. Bilirsiniz, bu sosial şəbəkələrdə olan ifadələr, paylaşımlar savadsızlığa aparır. Yəni orada fikirlər var ki, demək olar ki, mən baxıram, ürək yazan yoxdur. Baxın, yazılan ürək yazırlar. Bunun hamısı nitqə təsir edir. Hamısı təsir edir. Və yaxud da xəttə qal deyirlər. Yəni, bu cür ifadələri gündəlik həyatımızdan demək olar ki, bu cür ifadələri bizim övladlarımızın, bizim gənclərimizin həyatını da məhv edir. Ona görə də və yaxud da, yəni, yadıma düşdükcə deyəcəm, belə sözlər çoxdur, yadıma düşdükcə deyirəm. Baxın, sanki bu uşaqları belə, məsələn, uşaqlara deyəndə ki, məktəbdə esse yaz, o fikirləri esselərdə də görə bilirik. Bəzən olur ki, şagirdlər elə sözlər var ki, uşaqlar esselərdə də istifadə edirlər. Məsəl üçün, mən rastlaşmışam ki, uşaqlar esse yazanda həqiqətən də bizim Azərbaycan dilinə uyğun olmayan, yəni elə bir sözlər olub ki, anında ora yol göstərmişəm. Bunlar nitqimizə təsir edir. 5-ci addımdan danışırdım sizə. 5-ci addım nə idi? 5-ci addım dilimizdə o dialektlərdən istifadə etməmək, aksentlərdən istifadə etməməkdir. Və 6-cı addımdan danışacağım sizə. 6-cı addım danışacağımız mövzu ilə tanış olmaq. İnsan var ki, hər hansı bir mövzudan danışacaq, hər hansı bir tədbirdə hələ bilmir nədən danışacaq. Yəni, biz hər hansı bir tədbirdə mi danışacağıq, hər hansı bir görüşdə mi danışacağıq, mütləq orada danışacağımız mövzunu öncədən bilməliyik. Yəni, çıxış edəcəyimiz hər hansı bir çıxış mı olacaq, təlim olacaq, orada lakanik danışmağı öyrənməliyik, yığcam danışmağı öyrənməliyik, mövzudan nə dərəcədə xəbərdarıq. İnsan var ki, hansısa bir tədbirdə danışacaq, amma o tədbirdə kimsə sual versə, o sualın cavabını verə bilməyəcək. Ona görə də toplumun qarşısına çıxanda nitqimizin gözəl olmasını istəyiriksə, natiq olmağımızı istəyiriksə, o mövzunu yaxşı bilməliyik. O mövzunu yaxşı bilməsək danışa bilməyəcəyik və ona görə də
Məşhur alim Carnegie deyir ki, hər hansı bir tədbirdə, görüşdə, nə haqda danışacaqsansa, o mövzunun 40 qatını bilməlisən. O mövzunun 40 qatını bilməlisən ki, o mövzunu mükəmməl bilməlisən ki, insanlar qarşısında danışa biləsən. Çünki natiq ola bilməyəcəksən. Sənin özün üçün qaranlıq olan bir məqamı başqasına çatdıra bilməyəcəksən. O deyir ki, müəllim üçün qaranlıq olan şagird üçün zülmətdir. Həqiqətən də belədir. Bir insan nə zaman cəmiyyət qarşısında yaxşı danışa bilmir. Deyirlər ki, imtahana getdim, həyəcan məni götürdü. Həyəcanlandım. İnsan yaxşı bildiyi şeydə o qədər həyəcanlanmamalıdır. O özünə inanmır. Qorxusu var ki, birdən səhv olar, birdən yanlış olar. Burada həyəcan olur. Yəni burada özgüvən olan yerdə, özünə əminlik olan yerdə insanlarda həyəcan olmur. Biz növbəti təlimlərimizdən özgüvən, qalib olmağın sirlərindən danışacağıq. Yəni bununla bağlı təlimlərimiz də olacaq, möhtəşəm bir mövzular olacaq. Bir insan o zaman bir şeyi başqasına izah edə bilir ki, özü mövzunu gözəl bilirsən, mövzu ilə bağlı məlumatlısan və sən o mövzunu nə qədər vaxta danışacaqsan, bunu da bilməlisən. Ya təlimdə, ya görüşdə, ya tədbirdə təlimçisən, toplum qarşısındasan və yaxud da ki, bir görüşdə sən çıxış edirsən, sən bilməlisən ki, sənin nə qədər vaxt verilib, sən 15 dəqiqə mi danışacaqsan, 20 dəqiqə mi danışacaqsan, 10 dəqiqə mi danışacaqsan, öncədən sənə çıxış verən insana deməlisən, mənə nə qədər vaxt verəcəksiniz orada. Məsələn, təlim keçəcəksən, bilirsən ki, 30 dəqiqə danışmalısan, sən öncədən bilməlisən ki, 30 dəqiqəyə sığacaqmı sənin danışdığın, o mövzudan nə dərəcədə məlumatlısan sən və bunu tam 30 dəqiqəyə saxlamayacaqsan, əgər sənə verilibsə ki, 20 dəqiqə, sən bir 15 dəqiqə danışmalısan. 15 dəqiqə, o 5 dəqiqəni niyə saxlayacaqsan? Sənə suallar verilə bilər və yaxud özünün yadına başqa bir şey bədahətən gələ bilər, onu deyə bilərsən. Tam-tamına fikirləşmə ki, elə 20 dəqiqə danışmalıyam mən. 15 dəqiqə vaxt verirlər, 15 dəqiqəlik çıxışın olmalıdır. Bunlar hamısı nitqə təsir edir. Onda insan başayaq olur. Bilmir hardan danışacaq, harda bitəcək. Bunun üçün danışdığınla vaxtın da üst-üstə düşməsi lazımdır. Vaxt bölgüsünü düzgün aparmaq lazımdır. Və yenə məşhur alimlərimizdən biri 17-ci əsrdə yaşamış Baltasar Gracia adlı bir alimimiz özünün natiqlik, yəni natiqlik kitabına yazır ki, deyir ki, az danışın, doğrunu danışın, qeybətlərdən uzaq olun. Görün nə gözəl söz deyir. Yəni az danışın, doğrunu danışın, qeybətlərdən uzaq olun. İnsan nə qədər qeybət eləyəcəksə, o natiq ola bilməyəcək. İnsan nə qədər olub olmayanı danışacaqsa, görmədiyini danışacaqsa, heç vaxt natiq olmayacaq. Qeybətlər bizim nitqimizi bərbad günə qoyur. Çünki insan qeybət eləyəndə məcburdur ki, vulqarlardan istifadə etsin, yəni məcburdur nalayıq ifadələrdən istifadə edəcək. Yəni qeybət eləmək o qədər də xoş bir şey deyil. Yəni, məsəl üçün, filan kəs filan yerə getdi, filan kəs filan yerdən keçdi. Bu cür qeybətlər bizim həyatımızı korlayacaq və bizim nitqimizə mənfi təsir eləyəcək. Ona görə də çalışmaq lazımdır. Qeybətlərdən uzaq olaq. Əgər natiq olmaq istəyirsinizsə, mütləq çalışmalıyıq. Nə var, olub olanını danışaq. Olub olanını danışaq və hər birinizə natiq olmağı, dürüst olmağı arzulayıram. Və diskusiyadan danışacağam sizə mən. Diskusiyalar, müzakirələr nitqə təsir edirlər. Bəli, burada insana nə lazımdır? Diksiya. Əgər mən qoşuluramsa toplumda, insanlarla müzakirəyə qoşuluramsa, nə zaman məni dinləyəcəklər? Mənim diksiyam gözəl olarsa, mən natiq olaramsa, mən elə tərzdə danışmalıyam ki, insanlar məni dinləsinlər. Bəs gözəl diksiyanın olması üçün hansı addımlar var? Gözəl diksiyanın olması üçün də 4 addımdan keçəcəyik. Əgər bir insanın yaxşı diksiyasının olmasını istəyiriksə, birinci addım nədir?
danışdığının qarışıq olmaması. İnsan var ki, nədənsə danışır, amma deyir ki, mən Tarixi Nadir kitabını Məşədi İbad demişkən axıra qədər oxumuşam, amma sənin nə danışdığını anlamadım. Yəni, insan əgər qarışıq danışacaqsa, onu heç kim dinləməyəcək, qarışıq danışanı dinləməyəcək, aydın demir, onun danışdığından heç nə anlamırsan, başa düşmürsən ki, o nə demək istəyir. Bəzən insan bir dünya söz danışır, çıxış eləyir, deyirsən ki, yanındakına, bu müəllim bu qədər danışdı, görəsən nə demək istəyir, görəsən nəyi çatdırmaq istəyirdi. İndiki kitablar var, bəzən görürsünüz ki, hərə bir kitab çap eləyir, söz yığınları olur. Yəni, məsəl üçün deyirsən ki, Həsən Keçər, keçən əsər. Hamısı artıq söz yığınlarıdır. Ən çox kurikulum kitablarındadır bu. Fırladırlar ən sözləri. Ən çox burada əsas fikir nədir? Məsəl üçün, yəni, boş-boş kənar fikirlər olur. Yəni, insanlar səni nə zaman dinləyəcəklər? İnsanlar sənə nə zaman qulaq asacaqlar? Nə zaman səni natiq hesab edəcəklər? Sən ətrafında gəzməyəcəksən. Əsas mahiyyəti çatdıracaqsan, həm də qarışıq danışmayacaqsan, aydın danışmalısan, müfəssəl danışmalısan, səlis danışmalısan. Yəni, bu çox əsas məsələdir və bu uzun cümlələrdən istifadə etmək. Bu da yenə də diksiyanın göz olmasıdır. Yəni, bəzən elə cümlələr qurur ki, düzgün cümlə necə olur bizdə Azərbaycan dilində? Məsəl üçün, mübtədası əvvəldən, xəbəri sonda. Amma məsəl üçün bəzən insanlar var ki, belə deyirlər. Deyirlər ki, gəldim ki, sizdən onu götürüm. Cümləyə baxın. Apardım ki, birdən o bizə gəlməsin. Yəni, bu cür cümlələr əlbəttə ki, bizim nitqimizi korlayır. Düzgün qurulmur cümlə. Biz danışanı elə etməliyik ki, xəbərimizi yerində işlədək, mübtədasında öz yerində işlədək. Məsəl üçün, deyir ki, gəldim səni görməyə. Yəni, bu cür cümlələr bizim nitqimizi korlayar. Yəni, biz gündəlik həyatımızda, evimizdə də, ailə üzvlərimizdə də, yəni danışıq qaydalarına, qurduğumuz cümlələrə diqqət eləsək, qrammatik normalar, leksik normalar, hətta fonetik normalar, bunların hamısına fikir versək qaydasında, əlbəttə ki, cümlələrimiz də əlaqəli olacaq, bağlılıq olacaq. İnsan var ki, necə birinə məlumat vermək istəyir, deyir ki, gəldim, səni götürdüm, getdim, ona belə etdim, yəni, qayıtdım, baxdım ki, yoxdur. Yəni, cümlə bilmirsən, demək istədiyi nədir? Yəni, heç bir norma gözləmir, cümlələrin ardıcıllığı yoxdur, fikir ardıcıllığı yoxdur. Əlbəttə ki, bu zaman heç bir natiqlikdən söz gedə bilməz. Baxın, bu cür gündəlik həyatımızda etdiyimiz səhvlər bizim nitqimizə də mane olur. Bəs növbəti nədir? Gözəl diksiyanın olmasında ən vacib məqamlardan biri olan bir fikir bitməmiş başqa fikrə keçmək. Bu da gözəl diksiyanın şərtlərindən biridir. Bəzən insanlar danışır, deyirsən ki, ay balam bir fikrini bitir, sonra keçdi o birisinə. Bu fikir bitməmiş, keçir başqa bir fikrə. Bu da nitqə mane olur. Səni dinləyənlər səndən heç xoşhal olmayacaqlar. Bəzən insan düşünür ki, birdən yadımdan çıxar, qoy bunu deyim, sonra keçərəm o birisinə. Amma bu qarışıq tərəfdəki insanlar xoş gəlmir. Yəni, çünki birini ağdan deyirsən, birini qaradan deyirsən, hamısı qarışır bir-birinə. Ona görə də mütləq elə etmək lazımdır ki, həm fikirlərimiz ardıcıl olsun, həm də ki, bir fikri tamamlayaq. Bəlkə orada deyəcəyimiz əsas şeyi vurğulamamış, başqasına keçirib, sonra bir də qaydırıq o fikrə. Bu zaman nitqimiz heç də qarşı tərəfə xoş olmayacaq. Dördüncü nədir? Diksiyada dördüncü vaxtı düzgün bölməkdir və yaxud da dedim, bəzən bir insan danışır, amma hələ giriş hissədədir. Necə ki, mətndə var giriş hissə, əsas hissə, sonluq. Çıxışımız da bundan ibarət olur. Bizim təlimimiz olsun, hər hansı bir tədbirdə çıxışımız olsun, haradasa bizi dinləyən insanlara bir məlumat mı vermək istəyirik? Əlbəttə ki, bizim bir planımız olmalıdır ki, mən girişdə nədən danışacağım?
əsas hissədə nədən danışacağam və nəticəmiz necə olacaq? Yəni sonda nəyə gələcək? Necə ki o əsərdəki kimi insan var ki, əgər ona 20 dəqiqəlik vaxt veriblərsə, çıxışının 15 dəqiqəsi gedir, hələ girişdədir. Və onun vaxtı bitəcək, hələ də əsas fikri çatdırmayıb. Hələ də əsas fikir qalır kənarda. Deməli, əzizlərim, gözəl insanlar, biz əgər birinə fikir bildirəcəksə, elə etməliyik ki, o dərsin mərhələlərində olur. Necə vaxt bölgüsü var? Mən hansı mərhələdən nə qədər vaxt itirəcəm? Məsələn, əgər mən dərsin motivasiya mərhələsindəyəmsə, hələ mən dərsin yarısı gedib, hələ motivasiyadan çıxmamışam. Yəni, tədqiqat nə vaxt olacaq, nəticə nə vaxt olacaq? Yəni, bizim əsas çatdırdığımız fikir qalacaq kənarda, qarşı tərəfə. Yəni, hələ də girişdəyik, oradan çıxmamışıq. Və bir də gördük ki, vaxtımız bitdi, bizə dedilər ki, sənə olan vaxt, ya kənardan sənə gözdaş eləyəcəklər ki, iclaslarda görmüş olarsınız, əl eləyirlər, göz eləyirlər ki, vaxt bitdi. Yəni, deyirlər ki, yekunlaşdır. Sən də baxırsan ki, hələ sənin danışılacaq bir dünya məlumatın var. Qalıb hamısı, tökülüb orada. Nəyə görə? Ona görə vaxtı düzgün bölməmsən ki, nə qədər hansını ayıracaqsan, nə qədər hansı hissəyə ayıracaqsan. Dəyərli qrup üzvləri, əzizlərim, mən inanıram ki, məni dinləyənlər, hər birinizin gözəl nitqi var. Sadəcə olaraq natiq olmaq istəyiriksə, bugün sadaladığım addımlara diqqət yetirməliyik. Yəni, biz natiq olmaq istəyiriksə, özümüzü formalaşdıracağıq. İnsanın anadan gəlmə qabiliyyətləri var ki, bu Allah Teala bunu bizə verib. Amma bunu necə formalaşdıracağıq, necə edəcəyiksə, biz özümüzdən asılıdır. Yəni, deyir ki, Allah sənə bunu verir, amma bu demək deyil ki, biz deyək ki, yəni hər şeyi kimdənsə gözləyəcək. Allah hər kəsə bir səs verib, Allah hər kəsə bir görünüş verib, hər kəsin bir nitqi var, amma bu nitqi təkmilləşdirə bilərik, bu nitqi məhv eləyə bilərik. Bir insanın o qədər gözəl səsi ola bilər ki, o qədər gözəl səsdən ola bilər ki, amma ondan doğru düzgün istifadə eləyə bilməz. Amma insan var ki, deyirsiniz ki, Allah Teala buna da bu cür səs verib də, bəs bu necə eləyəcək? İnandırım sizi ki, necə ki deyirlər intellekt dəyişkənliyi, sən səsini də formalaşdıra bilərsən, səsini də tərbiyə edə bilərsən, danışığını da dəyişə bilərsən. Bəzən görürsən ki, bir insan mühit dəyişir, başqa məkana köçür. Bir neçə ildən sonra qayıdır, deyirsən ki, sən necə oldu ki, dəyişdin? Axı, sən belə danışmırdın. Yəni, gedir, o mühit dəyişdirir onu. Yəni, insan əgər mühitini dəyişənə, danışığını dəyişəcəksə, hərəkətini dəyişəcəksə, insan elə onun yaşadığı məkanda da edə bilər. Özünü formalaşdıra bilər, özünü tərbiyə edə bilər. Ona görə də səlis nitqimizin olmasını istəyiriksə, natiqliyimizin olmasını istəyiriksə, bu sadaladığım hər birisinə önəm verməlisiniz. Bunların hər birisinə diqqət etməlisiniz. Hər biriniz, məsəl üçün, belə bir söz var ki, istəyir imtahana hazırlaşmaq, istəyir ki, məsəl üçün, natiq olmaq üçün addım atmaq. Belə bir söz var, deyirlər ki, məsəl üçün, uğur nərdivanını mətin addımlarla addımlamaq istəyirsənsə, iddialı olmalısan. Qarşına qoyduğun, əgər iddialısansa, qarşına qoyduğun hər bir məqsədə çata bilərsən. Sadəcə olaraq sən onu istə ki və ürəyindən gəlsin, istə ki və çalış ki, ona çatasan, ona edə biləsiniz. Və mənim bu danışdıqlarımı diqqətlə dinlədinizsə, ümidvaram ki, əlbəttə ki, sizlər də hər biriniz hansısa tədbirdə, hansısa qonaqlıqda, haradasa nələrsə danışa biləcəksiniz. Məsəl üçün, bunu deyim sizə, insanlar var ki, 2 diplomu var, məsəl üçün, müdür işləyən, haradasa işləyən insanlar var, 3 cümlə sözü məclisdə deyə bilmirlər. Bəzən bunu sizin nəzərinizə çatdırım ki, bu bəzən olur balacalılıqdan, uşaq vaxtından, ailədə də uşaqlar ola bilir. Məsəl üçün, biz kiçik yaşlarının uşaqlarımızı danışma, dinmə deyirik, amma əslində uşaqlarımıza biz danışmağı öyrətməliyik, sual verməyi öyrətməliyik. Məsəl üçün, əgər o sual verirsə, deyək ki, qoy, əgər o sual verdiyində gördük ki, yəni uşağa uyğun sual olmadı, başa salmalıyıq ki, necədir. Amma ki, özünə uyğun sualsa, ətraflı şəkildə məlumat verməliyik. Yəni, uşaq vaxtdan uşaqların sual verməsinə qarşısını almaq lazım deyil.
Onlar balaca vaxtdan danışmağı öyrənsinlər. Onlarda danışıq, nitq formalaşsın. Ona görə də əgər uşaq vaxtından ailələrdə uşaqların əsas da danışıqları, nitqi formalaşarsa, əlbəttə ki, onlar böyüyəndə cəmiyyət içərisinə çıxanda da onların heç bir çətinliyi olmayacaq. Amma elə insanlar var ki, həqiqətən də bir toydur, qonaqlıqdır, mikrofonu götürmür. Niyə? Ona görə ki, o danışa bilməyəcək. Özü bilir, danışa bilmədi. Ona görə götürmür. Bunu da deyim ki, danışdıqları mənim dediklərimə hər birisindən siz diqqətlə dinləsəz, eləsəniz, yəni hər bir kəs ümidvaram ki, danışar, yəni artıqlamasını da edə bilər. Bu qədər Günay xanım. Təşəkkür edirəm Billurə müəllimə izahınız üçün. Çox maraqla dinlədik sizi. Bir dəqiqə səsiniz gəlmir bura. Nəsə deyiniz, eşitmədim. Təşəkkürümü bildirirəm Billurə müəllimə. Çox sağ olun geniş və ətraflı izahınız üçün. Bizim üçün çox xoş oldu. Həqiqətən də öz nitqimizdə aradan qaldırmalı olduğumuz, səhv olduğunu bilmədiyimiz bir sıra məqamları çatdırdınız. Təşəkkür edirəm. Əməyinizə sağlıq. Hörmətli iştirakçılar, sizə də dinlədiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, çox faydalı oldu. Təlim sonunda ümid edirəm ki, inanıram ki, hər birimiz çox faydalı, səmərəli məlumatlar əldə etdik. Çox sağ olun Billurə müəllimə, təşəkkür edirəm. Xoşdur. Sizə sağ olun, mən təşəkkür edirəm. Sağ olun. Sağ olun.